Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkin, Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Təsəvvür belə eləyənməzsiniz ki, mən videonu hardan çəkirəm. Amma əsas odur ki, sizi videosuz qoymayaq. Hamıya bol şans, bol qazanc, səbir, təmkinlə, inşallah sürətli şəkildə gələr. Necə ki, mən indi bu videonu çəkməmişdən qabaq VIP qrupa belə deyək də bir banko atmışdım. Melbourne, Avstraliyadakı Melbourne Time'da vurar. 1.50 əmsaldır, bu kifayət qədər hamıya bəs eləyir. Yüklü əmsallarla, məbləğlərlə oynayanlara. 5-ci dəqiqədə gəldi. Super. Yəni sevincimin həddi-hududu yoxdur. Əlimiz deməli yaxşıdır. Tfu gözlərdən uzaq. Sumqayıtın maşın bazarındayam. Daim burada maşını satır. Mən də dedim ki, insanlara videosu qoymaq olmaz. Analizlər hazırdır. Ənənəvi olaraq ekstralarımız olacaq. Canlı paslar olacaq ki, canlıdan hərəkət edərsiniz və yüksək əmsallarla bəzi şeylərdə yoxlamağa çalışacağıq. Bir də tövsiyələrim olacaq. Bir simulyasiya edəcəyik, bir ssenari yazacağıq. Alınıza batmayacaqsa heç nə oynamayacaqsınız. Mənim belə deyək də düşüncələrimdir. Dünəndən artıq biz bildik ki, ab-hava necədir? Qarşı tərəfdə, bizim rəqiblərimizdə. Amma məsələn başqa tərəfi də var da. Bəzi komandalar liqanın axırıdır deyə hesaba oynaya bilirlər. Məsələn dünən bir dostumuz vardı, onunla danışırdım. Deyirəm ki, Magdeburg gözümə yaxşı dəymir. Magdeburg'a 1.48 əmsal açılıb. Qonaq 5 dənəsini vurdu, Magdeburg vurmadı. Həm də Magdeburg'un evdə necə oynayacağını bilirəm. Məsələn, dünən bir nəfər vardı, yaxın dostumuz, qardaşımız. O demişdi ki, Torino abi məncə uduzmayacaq. Amma dedim ki, Verona hər oyuna final kimi çıxır. Bunları nəzərə almaq lazımdır dostlar. Üst, alt, bunlar önəmli deyil. Əsas diqqətli analiz etmək lazımdır. Bəzən biz qorxuruq 1.36 əmsaldan, amma görürsünüz City çıxır udur. Amma Wolverhampton anormal, birinci taymda anormal momentləri var. Yəni santimetrlər söhbəti vardı ki, o qaçmamalıydı toplar. Əl qərəz dostlar, başladıq. YouTube kanalımızı bilirsiniz. Telegramın linki aşağıdadır. WhatsApp qrupda VIP qrupumuzun nömrəsini ekranda görürsünüz. Aşağıda da var. Saytımızın da ekranda da görürsünüz. Aşağıda da linki var. Birbaşa keçid edə bilərsiniz. Hamıya bol şans. Sürətli şəkildə başlayıram. 15-30 oyunu var. Təbii ki, Aston Villa Fulham'dan oynayır. Aston Villa qələbə qazanmalıdır. Məncə biraz ağrılı, acılı qələbə olacaq. Ona görə də birinci tövsiyəm Aston Villa'nın 2 topudur. Mənə görə oyunun ssenarisi 1 plus gol qoldur. 3-1, 3-2 kimi bir hesablar görə bilərik. Alınıza batırsa Fulham rahatdır. Rahatlığından dolayı komandalar necə oynayır siz məndən yaxşı bilirsiniz. Deməli Aston Villa'nın 2 topunu götürmək olar. Burada bir məsələ də var ki, Unai Emery indiyə qədər Fulham'dan 6 dəfə qarşılaşıb. Məşqçilik karyerasında altında da qələbə qazanıb. Bu da önəmli məsələlərdən biridir. 1 plus 1-5 üstə oynamaq olar məncə oyuna. Alınıza batırsa mən tərəfə getməyi sevmirəm. 2 topu Aston Villa'nın Villa Park'da, bir də gördünüz ki, time'da gəldi. Aston Villa bilirsiniz ki, yeni transferlərdən sonra kreativlik baxımından mənim çox xoşuma gəlir. Eyvallah. Yəni inşallah ki, yaxşı bir açılış olar. Amma ondan qabaq bir oyunu unutdum, üzr istəyirəm. Darmstadt Hamburg'la oynayır. Maşın bazarında olduğumu təsdiqləyən səs. Deməli, Darmstadt Hamburg'la oynayır. Bu oyun qolu çox azdır. 1.37'dir. Bilmirəm, canlıdan istəyirsiniz götürərsiniz. Böyle maraqlı oyuna oxşuyur. Yəni oyunun genetikası bizə ən azı 1-1 hesabını ortaya çıxardır. Ardı gələr yoxsa yox bilmirəm. Deməli 17:00-da 2 oyun var. Sadəcə öz fikirlərimi deyəcəm. Cagliari Udinese. Oyun 6 plus olsa da, mənə oyunun hesabını da göstərsələr mən inanmaram. Mənə görə oyun 6'dır. Ona görə də alt oynayırıq mı? Yox. Çəkilirik qırağa. Yeri gəlmişəm bəzən deyirlər, nə oldu? Ancaq qolları qol ancaq üst deyirsən. Yox, elə deyil də. Biz burada dəfələrlə alt demişik. Ana kuponumuza 3-5-6 qoymuşuq yaxşı əmsalla. Bu oyun mənə görə altdır. Bilmirəm, heç Cagliari'ni bilirsiniz ki, heç sevmirəm. Udinese də Time'ların komandasıdır. Bəlkə Udinese Time'da budur, bəlkə deyirəm. Biraz corner oyuna da oxşuyur. Mən cornerlərdə o qədər də yaxşı deyiləm, amma mənə görə oyun 6 deyə biraz qaçdım bu oyundan. Amma Parma Como oyunu var və Como'nun ikinci hissələrdə 80-dən sonra ən çox gol buraxan Como'nun üstünə yenə də gedəcəm. Bu arada Fabregas'ı bilirsiniz ki, Ranieri çox bəyənir. Romanın rəhbərliyinə tövsiyə edib. Əslində komanda belə olar. Rəhbərlik deyib ki, Ranieri'nin icazəsi ilə məşqçi təyin olunacaq. 3-4 namizəd var, onlardan biri Fabregas'dır. Fabregas əla komanda yığıb, amma heç bir iddiası yoxdur. Parma amma Lazio'nun oyununda belə gördük. Oyuna 3-5 üst vermişdim də, yadınızdadır. Rahat da gəldi. Parma hər oyuna final kimi çıxır. Parma'da bu arada Lady Gaga alıb da bilirsiniz. Səhmdarlardan biridir, daha doğrusu sahiblərindən biridir. Məncə Parma'nın qolu var, amma bunun əmsalı yoxdur. Və bu oyun mənə qol kimi gəlir əslində. Parma'nın oyunundan dolayı və Como'nun sürətli keçidlərindən dolayı, Diao və s. bu kimi oyuncularla bir yerdə, Nico Paz'ın kreativliyi. Parma burada bir xala razı olarmı? Məsələ budur.
Riskli olaraq Parma 2 topunu demək istəmirəm, amma mən belə şey gördüm bu oyunu. Ki Parma vurar, amma bunu canlı bir ssenarisi kimi sizə pas vermiş oluram. Və getdik bizim deyəcəm, anasını satım, lənət olsun, deyəcəm. Rize Antep oyunu var. Bu oyun mənə çox qollu bir oyun kimi gəlir dostlar və Antepin 2 topu 2.70 əmsaldır. Giririk isə türklərə bir dənə kupon kimi belə girək, 2.70. Uzatmayacağım, nəysə. Getdik München-Gladbach, Bundesliga getdik, München-Gladbach, Hoffenheim. Bu komandadan çox maraqlı bir şey var ki, Hoffenheimin meydanında keçirilən oyunların hamısı, şəxsi görüşlərin hamısı, son 13 görüşün hamısı qol-qol olub. Bunu qoyduq bir kənara. Fərid saniyələr gedir orada. Bu bir qırağa Hoffenheim bugün, dünənki o Bochum-Heidenheim məsələsindən sonra bugün səhv etmirəmsə, qalib gəlsə, ligada qalmağı rəsmiləşir. Ligada qalmağı. Mən burada riskli olaraq Hoffenheimin 2 topuna gedəcəm. Hoffenheimin time'da topuna gedəcəm. Oyunun qol-qol 2-5 üstü qaçsa, deməli futbol yoxdur, deməli bu oyuna bağırmaq var və s. və axır. Bunlar mənlik deyil. Bu söhbətləri biz başını buraxmışıq. Futbola görə deyirəm bunu. Hoffenheim 2 topu, Hoffenheim time'da vurar, Hoffenheim ipləri qopardıb oynayacaq. Gladbach rahatdır. Mən keçən dəfə də demişdim, bir nəfər yazmışdı ki, abi Gladbach konferans liqasına düşə bilər. Mən ona görə dedim ki, düşsə nə olacaq, düşməsə nə olacaq. Bu komanda belə komandadır. Yetişdirib 2-3 transfer eləyir və s. Bu daha yaxşıdır. Düzdür, Alasanı playa əllərində qaldı Türkün məsələ, amma məncə dediyim kimi qol-qol 2-500, amma Hoffenheimin 2 topu ilə, Hoffenheimin time'da vuracağı qol mənim üçün çox önəmlidir. Leipzig-Bavariya oyununda isə belə bir ağlıma bir şey batdı. Normalı Bavariyanın 2 qoludur, inanmıram əmsal olsun, bəlkə də var, amma belə bir şey var. Çünki Leipzig evindədir, burada biraz Bavariyaya getmək olar. Bu biraz belə oyunlarda motivasiya ilə çıxır Bavariya. Necə motivasiya? Yəni top 5 komandasıdır və s. Amma Harry Kane yoxdur. Bavariya uçsa, məncə artıq vaxtından qabaq çempiondur. Amma bu işi bəlkə şeyə saxladılar. Allianz Arena'ya növbəti oyunda München-Gladbach'la oynayırlar. Bu lənətlənmiş Harry Kane elə öz qolu ilə daha bir gözəl bir yazıda Liverpoolun oyunda bir ssenari yazdıq. Yazıram da, demirəm bu gün Bavariya uduzar. Amma məsələn bir bərabərlik çıxartsa Leipzig buradan. Bavariyada evində şou ilə utsa, Liverpool Tottenham udduğu kimi, Kane də vurdu, nəhayət ilk çempionluğunu yaşadı və s. Məncə bu qəşəng bir melodrama olar. Amma burada sizə bir canlı pas verəcəm. Mən qorxuram bu seçimə getməyə, sırf Bavariyada deyə, evdəki Leipzigdir deyə. Ən çox qal Bavariyanın özü, ikinci isə 2-15'dir. Amma Bavariyanın belə bir statistikası var ki, canlıdan oyunu izləyirsiniz. 74-cü dəqiqədə yadınıza düşdü ki, İlkin qardaşımız belə bir söz deyib. Bavariya bu mövsüm 75-dən sonra 19 top vurub. Liqanın rekordudur. Hoppala paşam, Malkara keşam, götürürsünüz. Union Berlin Werder oyununda çox qəribə bir şey var. Werder səfərdə son 5 oyundan cəmi birini qol-qol oynayıb dostlar. Elə gəlir ki, bunlar ikisi də əslində, məsələn, Union Berlin həddindən artıq axır vaxtlar üstü oynayır. Mən biraz ehtiyat edirəm bu oyundan. Məncə Werder 2 top vuracaq burada. Anormal bir şey deyirəm, çünki Werder'i tanıyırsınız, Union Berlində ipləri qopardıb oynayır artıq. Amma qaçırıqsa bugün dostlar, bugün indi hələ növbəti qarşıda gələn oyunları görəcəksiniz. Biraz anormal oyunlar var bugün. Normal kimi görünür, amma anormal ya da mən yanılıram. Axşam nəticəsinə baxacağıq. Dəfələrlə sizə burada xəbərdarlıq eləmişəm ki, Atalanta qələbə oynamayın. Atalanta çıxıb 0-0 oynayıb. Napoliyə qələbə oynamayın, 0-0 oynayıb. Yadınızdadır Venesiya ilə. Belə şeylər ola bilir. Deməli, Bundesligadan yaxşı qarışdırmamaq üçün ya da qarışdırmayacağım, yaxşı. Evertondan bugün qələbə gözləyirəm. Sadəcə Ipswich. Evertondan belə deyək də, Everton time'da vurar və məncə oyunu udacaq Everton. Yəni bu Everton bu Ipswich'i udmalıdır, çünki Moyes acımasız məşqçidir. Amma əmsal bilirsiniz necədir? Oynayırıqsa Everton 2 topunu oynayaq. Amma paralel də Leicester Southampton oynayır. Burası ekskluziv bir seçim verəcəm. Mən bilmirəm neçədən açılıb. Amma misli məsələn belə şeyləri açır. Leicester, nə bilim, atıram, qapıya 4.5 üst zərbə endirər. Açıqdırsa, bilmirəm, bəlkə 3.5-dan açıblar, bəlkə 5 üstdən açıblar. Çünki Southampton liqada qapısına ən çox zərbə yeyən, məsələn, qapısına ümumilikdə 605 zərbə yeyib indiyə qədər. Birbaşa qapıya gedən 234'dür. Bu oyunda, dostlar, bu oyun mənə görə, atıram yox, futbol şeyinə görə deyirəm bunu. Southampton oynayar, Leicester oynayar. Championshipə düşüb ikisi də. Onun bir simulyasiyasını eləyirlər, növbəti mövsümə hazırlaşarlar. 2-2 kimi belə bir oyun gəlir mənə bu oyun.
Yəni artıq başa düşdünüz ki, nəyə yönəlirəm? Qol-qol 1.52 əmsaldır. Yəni bu oyun qol-qol olmasa, yəni bir tərəfli üstə gedəcək oyuna oxşamır. Müdafiəsini, hücumunu nəzərə alsaq. Bir də ki, vitrin oyunudur dostlar. Vitrin oyunudur. Skautlar izləyir. Liqada qalmaq istəyən oyunçular var. Leicesterdən 2 nəfərin adını çəkmişdim sizə. Bilal Elxannus, bir də o 17 yaşlı uşaq, 16 yaşlı, hətta sponsorsuz çıxır bura yazı. Çünki gambling sponsordur. Bu oyun qol-qol oyundur mənə görə. Sonra gedirik 20-0-0 seansına, düzdürmü? Hə, 20-30 üzr istəyirəm. 20-30-da nə var bizdə? Deməli, Dortmund-Wolfsburg. Burada qəribə bir şey oynayıram beynimdə. Wolfsburgun oyunundan dolayı, Wolfsburgun halı hal deyil. Dortmundda da açılıb, belə anormal bir əmsal Wolfsburgla oynayır. Və açılıb 1.30 neçə səhv etməmsə. Bu oyun mənə, dostlar, əmsaldan falan kənar deyirəm bunu. Dortmund kornerlərindən öldürər Wolfsburgu və yaxud ki, ortalığa ata bilərsiniz. Amma Time X oyun 1, Dortmund qələbə 3-5-6, belə bir şey gözləyirəm. 1-0, 2-0 gözləyirəm bu oyunda. Partlayar mı? Əlbəttə partlayar. Amma bilməm, bu Wolfsburgun halı heç xoşuma gəlmir. Biraz ehtiyatlı olmaq lazımdır. Amma Dortmund udmalıdır. Dortmund mütləq udmalıdır. Wolfsburg üçün mövsüm bitib. Bu da belə. 20-30-da bizdə başqa nə vardı? Hə, Las Palmas, Valencia oyunu var. Las Palmas sadəcə bir şey deyəcəm ki, Valencia ilə Millennium oyunu, yəni 2000-ci ildən etibarən La Ligada ən çox udduğu komandadır. 6 dəfə Valencia'nı udub. Las Palmas'a qələbə lazımdır. Bir özünüzə kontrol edin. Məncə Las Palmas uduzmayacaq. Hətta Las Palmas bəlkə də time-da vurdu. Belə. Las Palmas uduzmaz 1.40-dır. İndi Valencia tərəfində analiz edərsiniz. Galatasarayı burada buraxdım dostlar. Galatasaraydan 1+ gol gözləyirəm deyə. 1+2-5 üst. Mənə görə Galatasaray özü 3 top vuracaq burada. Nəyəsə unutduqmu? Keçirik o birisi oyunlara. 20-45-də Herakles Feyenoord oyunu var. Feyenoordun 2 topu. Feyenoord qələbədirmi? Biraz ehtiyatlı olaq dostlar. Biraz ehtiyatlı olaq çünki bu oyunda uça bilər əslində. Herakles hətta özü də 2 dənəsini vura bilər. Niyəsə? Çünki Feyenoord anormal oynamaya başlayıb. Van Persie style, belə deyək. Herakles oynayacaq mənə görə. Inter Verona. Inter Verona oyununa keçməmişdən qabaq dostlar. Napoli'nin oyunu ilə bağlı bir şey demək istəyirəm. Lecce Napoli ilə oynayır 20-0-0-da. Təbii ki, Napoli udmalıdır. Amma Lecce də udmalıdır təbii ki. Diqqətli olun, bu oyundan XI gələ bilər. Bu Lecce elə belə komanda deyil. Qapandısa çox pis qapanacaq. Napoli'nin kornerlərinə falan yönəlməyi tövsiyə edirəm. Bilmirəm, yazdığım ssenaridir. Çünki hamı yüklənib şeyə, Inter Verona ilə biraz bəlkə də siz də mənə bağışlayın, altın vura bilər. Əsas fikri zikri Barsa ilə oyundadır. Bu qəşəng bir görüntü yaradılıb mətbuat vasitəsilə də. Inter Verona oyununa keçirəm və deyirəm ki, Inter Verona'dan oyunundan bilməm Inter buraxar yoxsa yox, evində çox buraxmağa başlayıb. Fikri də biraz Barsa ilə oyundadır deyə. Lautaro'nun durumu da biraz bəlirsizdir. Rotasiya gedəcək təbii ki. Rotasiya gedəcək deyə məncə kontrollu bir qələbə ola bilər Inter tərəfindən. 2-0 gedərsə 3-ə gedər. Belə 2-0 bu oyunun əynindədir elə bir ki. Çünki Inter'in qələbə 1.5 üstü 1.54 əmsaldır. Mən okeydir. Biraz Napoli'dən ehtiyat edirəm. Udar mı Napoli? Əlbəttə udar. Dəyməyin, aşağı əmsaldır. Burada aşağı əmsal heç vaxt izah eləməmişəm. Inter qələbə demirəm ki, Inter qələbə 1.5 üstü 1.54. Gecə seansına saxlayın. Yanına da qoya bilərsiniz. Məsələn, Antep'in 2 topun yanına sizə nə hazırlamışdım? 2.56 əmsal Saint-Etienne Monaco 2 top vurar. Yəni, mən bu oyunu belə görürəm. Məncə hətta Monaco udmaya bilər bu oyun. Var. Bugün 3-4 ən azı oyun var ki, bizi şalvarımızı əlimizdən çıxartmağa çalışacaqlar. Bax, bura yazıram bunu, qalır oyunları tapmaq, gəlin bir yerdə tapaq. Mən sizə pas verirəm, mənim düşüncəmdir. Bəlkə deyirsiniz, yox. Amma məncə Saint-Etienne Monaco oyunu qol-qol 2-5 üstü. İnşallah ki, Saint-Etienne 2 topu ilə gələr, o qol-qol 2-5 üstü. Monaco'nda hal deyil, bu komanda deyil. Belə. Prinsipcə demək istədiyəm, hamısını dedim. Ekstra bir dənə Ross Country Hearts oyunu var. O da mənə görə time-də hətta qol-qol gələ bilər. Belə dostlar, başqa deyəcəyim bir şey yoxdur. Uğur olsun, öpürəm sizi, bağrıma basıram. Deyənə də deyirəm dostlar, proqram normal kimi görünür. Bavariya udar, Inter udar, Napoli udar, hamı uddu, hə, vəssalam. Var, nəsə bu işdə bir iş var, mən heç xoşuma gəlmədi. Komandalar bir-birinə tərsdir, daban-dabana zid komandalardır. Profil olaraq eyni, Napoli ilə Lecce oynayır bu gün. Mən qorxuram oyuna.
Belə, öpürəm sizi, bağrıma basıram. Allaha əmanət olun. Görüşərik.